Eyni rəsmlər, fərqli dünyalar. Qədim insanlar nə görürdülər? Minlərlə illik sirlər. Niyə qədim divar rəsmləri bir-birinə bənzəyir? Niyə dünyanın fərqli yerlərindən aşkar olunan qədim izlər bizə eyni mesajları çatdırmaq istəyir? Maskarana xoş gəlmisiniz. Əziz izləyicilər, bu videoda keçmiş izləri müzakirə edəcəyik. Bu izlərin bizə nələr demək istədiyini araşdıracağıq. Dünyanın fərqli künclərində yaşayan, bir-birlərini heç vaxt tanımayan, aralarında minlərlə, 10 minlərlə kilometr məsafə olan xalqlar necə olur ki, eyni simvolik izləri gələcək nəsillər üçün ötürürlər? Mən sadə ov səhnələrini, bizon və atları və ya ov alətlərini nəzərdə tutmuram. Mən bu videoda sirli fiqurlardan, qaya rəsmlərindən və simvolik izlərdən danışacağam. Fransa Lascaux mağarası. 17 min il əvvəl insanlar bizonları, atları və ov səhnələrini rəhlərlə canlandırırdılar. Eyni rəsmlər minlərlə kilometr uzaqda Argentinada Cueva de las Manos, yəni əl mağarasında da tapılır. Düzdür, deyə bilərsiniz ki, sadə epizoddur. Burada nə var ki? O dövrün insanları gördüklərini, gündəlik həyatlarını sadəcə təsvir ediblər. Buna görə də bənzərlik ola bilər. Bəs mağarada olan əl rəsmləri necə? Eyni ov, eyni simvolizmi başa düşdük. Bəs eyni əl izləri? Bununla da yekunlaşmır. Eyni bizonların, eyni atların, eyni ovların və ləxsus eyni əl izlərinin İspaniya şimalında yerləşən və alt paleolit dövründən qalma Altamira mağarasından da aşkarlanması, İndoneziyada yerləşən və 44 min illik tarixi olan Sulawesi mağarası necə? Bitdi? Xeyr. Kolumbiyanın Guayabera bölgəsindəki 12 min illik tarixi olan mağaralarda da eyni rəsmləri tapmaq mümkündür. Və yenidən İspaniya, 37.300 illik yaşı olan El Castillo mağarası. Necə olur ki, eyni simvollar Avropa, Amerika ilə bitmir? Afrikada, Asiyada və Avstraliyada da mövcud ola bilir. Zənnimcə bunun bir neçə cavabı ola bilər. Ya bunların hamısına bir təsadüf deyib keçirik, keçmiş insanların təkamülünün paralel getdiyini, onların eyni düşüncə tərzinin olmasını deyirik və ya bunun insan beyninin ortaq vizual kodu olmasını da düşünə bilərik. Cangın dediyi kimi, bu izlər bəlkə kollektiv şuurun nəticələridir, ya da mənim kimi mistizm axtaran insanların fikirlərinə qulaq asırıq. Bəlkə bu eyni kosmik ziyarətçilərin izidir. Bəlkə də ilkin insanların rəsm müəllimi eyni varlıqlardır. Yenə deyirəm, mən sadə at, bizon, ov səhnələrinin eyniliyindən danışmıram. Belə bənzərliklər milyonlarladır. Mən mistik və sirli izlərin bənzərliyini sizə göstərməyə çalışıram. Hə, sadə əl izləri də burada nə var ki deyə dediyinizi düşünürəm. Amma indi vəziyyət daha da qəlizləşəcək. Rusiya, Meksika və Hindistanda tapılan qədim oymalarda 7 başlı ilanlar təsvir edilmişdir. Bu fenomen də fərqli sivilizasiyalar arasında ortaq mədəni və ya mifoloji əlaqənin mövcudluğunu düşündürür. Sibirdə, Meksikada və ya Hindistanın Manasa bölgəsindəki tapıntılarda niyə eyni 7 başlı insan şəkilləri var? Və ya Yaponiyada, ABŞ-ın Utah bölgəsində, eləcə də Azərbaycandakı tapıntılarda niyə eyni insana bənzər və ya qanad kimi açılmış formalı fiqurlar var? Bəs qədim Mesopotamiyada Sumer döyüş və ikincilik tanrısı Ninurtanın eyni fiqurunun Cənubi Amerikada ekvatorda da eyni ilə tapılması, axı qədim Sumerin yerləşdiyi Mesopotamiya ərazisi ilə ekvatorun heç quru əlaqəsi yoxdur. Hələ düzgün qaməti olmayan qədim insanlar necə oldu ki, Aralıq dənizindən üzüb okeana keçdilər və illərlə üzüb ekvatora çatdılar və burada da Ninurtanın eyni fiqurunu düzəltdilər. Aralarındakı məsafə 14 min kilometrdən çox olan Hindistandan və Braziliyadan tapılmış bu 13 xətli qayaüstü rəsm bəs, rəngi və quruluşu hərfi ilə eyni. Niyə birbaşa əlaqəsi olmayan, bir-birlərini tanımayan, aralarında minlərlə kilometrlər, dənizlər, okeanlar olan keçmiş insanlar eyni simvolları yaratdı? Məsələn, digər bir nümunə, qanadlı mühafizəçi simvolu. Hindistan məbədlərində, qədim Yunan qalıqlarında, Fars saraylarında, Çin və İtaliya məzarlıqlarında niyə bu simvol təkrarlanır? Nəinki məsafə uzaqlığı, eyni ilə kifayət qədər mədəniyyət uzaqlığı da bu millətlər arasında mövcuddur. Lakin simvolizm yenə də eynidir. Yaxşı, fərqli aspektdən mövzuya yanaşaq. Məntiqi cəhətdən düşünsək, keçmiş insanlar gördüklərini qayalara rəsm edirdilər.
Yaxşı, at, bizon, ov səhnələrini ustalıqla rəsm edən keçmiş insanlar bəs indi göstərəcəyim rəsmlərdə nə demək istədilər? Bu rəsmlərdə tank, təyyarə və s. müasir texnikalar da var. Yoxsa keçmiş Misir hieroqliflərinin tərtibatçıları müasir dövrümüzün texnikalarını yuxuda görmüşdülər? Bəs Hindistanın Patilana Jain məbədindəki 900 illik yaşı olan bu qadın fiquru planşet istifadə edirdi? 1950-ci ildə Watson və Crick'in DNT kəşfini Sumerlər 7000 il əvvəl yumurtaya bənzər əşyanın üstünə niyə çəksin axı? Bəs 3000 illik yaşı olan Türkiyənin Kapadokya vilayətindən tapılmış kiçik kosmonavta bənzər heykəl bizə nəsə demək istəyir, yoxsa yenə təsadüf? İstanbul Muzeyində saxlanılan bu kiçik raketə bənzər fiqur Fransanın Orişey mağarasından tapılmış antik UFO rəsmləri və daha bu cür minlərlə sirri hələ də açılmayan fiqurlar. Bəlkə də bu rəsmlər sadəcə tarixdə bir iz olaraq qalsın deyə çəkilmədilər. Bəlkə də biz nəyisə görək, nəyisə başa düşək deyə bu izlər var. Bəlkə də bu izlərlə bizə keçmiş insanlar mesaj göndərir. Biz buradaydıq, biz düşündük, biz inandıq və indi bu mesajları görənlər siz də düşünün, siz də həqiqətləri görün və onu tapıb ona inanın. Bəs sən həqiqətin nə olduğunu bilirsənmi? Əcdadlarımızın sirrinin nə olduğunu.